Sumqayıtın iddialı olması üçün təkcə Vagih Cavadın dəyişməsi lazım deyil. Çox şey dəyişməli komandada, klubda bəlkə yox, komandada daha çox. Heyət mənasında. Onsuz da mövsümün əvvəlindən deyirik, ötən mövsüm Avrokuboklara vəsiqəyə qazandıran futbolçuların bir çoxu komandanı tərk etdi. Xüsusilə hücum xətti ilə bağlı olan, adları bağlı olan futbolçulardır. Əksinə, qışda edilən seleksiya mənə gəlir ki, heç də pis deyildi. Həm Ronaldo Vazquez, həm Bobir Abduxalikov komandaya çox qatqı verdilər. Bu dəqiqə hücum xəttinin liderləridir onlar Sumqayıtda. Hətta bu mənada Vagih Cavadı məncə müsbət fərqləndirə bilərik. Seleksiya işini görmək üçün çox imkanı olmadı, amma gördüyü iş də aşağı-yuxarı yaxşı adlandırıla bilər. Həm Momoyansanı bəlkə mənfi nümunədir, amma yəni, hər yerdə bir yaxşı, bir pis olur, aydın məsələ. Hər şey, bir uğurlu, bir uğursuz olur, yəni transfer və istənilən işdə. Ona görə mənə gəlir ki, Vagih Cavadov ən azından sona 2 tur qalmış, mövsüm bitməmiş istefaya göndərilməyə layiqdir.